Hər vaxtınız xeyir olsun. Bugün 19 aprel buraxılış məzun imtahanına düşmüş növbəti qəbul sualına baxırıq. Burada cümlənin şərti belədir. Make up a sentence. Cümlənin deməli düzgün ardıcıllığını, sırasını qurmağımız tələb olunur. Cümlə qurmalıyıq və ümumiyyətlə ingilis dilində nəqli cümlənin standart sırası belədir. Mübtəda, xəbər, tamamlıq, yer zərfi və zaman zərfi. Baxırıq ki, cümlədə hansı variant uyğun gəlir. Ümumiyyətlə cümlə özü məchul növdədir. Və əgər deməli mübtəda ilə başlasaq, new articles, baxırıq ki, bu da iki variantda var və are translated bunun xəbəridir. 2 uyğun gəlir. Kim tərəfindən icra olunduğunu göstəririk. By the students, yəni tələbələr tərəfindən 4-1 olacaq. Bu da Y variantına uyğun gəlir. Axırda da at the lesson harada, yəni yer zərfidir. Və sonda deməli zaman zərfi göstərir ki, twice a week, həftədə 2 dəfə. Cümləmiz deməli Y variantına uyğun gəlir. Necə oldu? New articles are translated by the students at the lesson twice a week. Bax, bu cür olacaq cümləmiz. Növbəti dərslərin izahatında görüşənədək sağ olun.